Elşad Miri, sən Quranı anlaya bilməzsən. Bu yaxınlarda Elşad Miri adlı dinşünas sosial şəbəkələrdə Quran oxumağın ölüyə xeyri olmadığını bildirdi. Bununla bağlı mən sufi batin alimi kimi Elşad Miriyə öz fikirlərimi çatdırmağı vacib bilirəm. Quran Zumər surəsinin 23-cü ayətinə görə ikili mənalı, yəni zahiri və batini mənalı hədislər toplusudur. Deyilənə görə Peyğəmbərin dövründən təxminən 100 il sonra milyondan artıq hədis yazıldı və onlardan da 30 Quran kitabı tərtib olundu. Sonradan Hafsın Quranı əsas götürüldü ki, bu Quranla digər 29 Quran arasında 93 min fərq var. Elşad Miri, sən bu hədisləri kimlərin yazdığını və hansı məntiqlə tərtib olunmasını bilirsənmi? Təbii ki, yox, bilmirsən və bilə də bilməzsən. Sən Quranın batini mənalarını, yəni təvilini anlayırsanmı? Xeyr, onu da heç vaxt anlaya bilməzsən. O zaman inanc əhlinin heysiyyəti ilə niyə oynayırsan? Müqəddəs yazılardan xəbəri olanlar bilir ki, bu mətnlər ikili mənalı, yəni zahiri və batini mənalıdırlar. Və bu mənaları tam olaraq yalnız sufi arifləri bilirlər. Mənim bu haqda internet səhifələrində bugünkü İslam cəhalət bütpərəstlik, batini İslam isə kamillik və ölümsüzlük deməkdir adlı məqaləm var. Mən orada göstərmişəm ki, Quranın əsl mənası onun batini mənasıdır. Zahiri məna söhbətin nədən getdiyini, batini məna isə onun əsl mahiyyətini açır. Deməli, sən Quranın əsl mənalarını anlamırsan. Sən onu da bilmirsən ki, sözləri təşkil edən samitlər rəmzlərdir. Və bu rəmzlər ilkin materiyanın səslə bağlı titrəyişi, səs dalğalarının tezliyi ilə bağlıdır. Bəşərəti yaradan və qədim Misir mətnlərində Firon Amon kimi qeyd olunan cəddimiz Pir Əman, kosmik atom Allahını yaratmaq üçün özünü Ptah, yəni Fatih adlandırmış və magik rituallarla ilkin materiyanı, Fərabinin aktiv idrak adlandırdığı onun düşünən hissəsini özünə və seçilmişlərinə tabi etmişdir. Məhz bundan sonra Pir Seyirlər nəsli söz və fikir vasitəsilə təbiətə və canlılara təsir etməyə başladı. Buna görə bu ilk insanların vahid səfa dili mətnlərdə odlu dil adlandı. Təbii ki, sən bununla bağlı İncildəki əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi ifadəsinin də əsl mənasını dərk etmirsən. O zaman sən hansı ağılla Quran oxumağın ölüyə xeyri yoxdur deyə iddia edirsən? Bir var fizika və bir də var metafizika. Yəni fizika qanunlarının üstündəki elm, ilkin materiyanın qanun və qüvvələri. Təbii ki, sən bu qanun qüvvələri də bilmirsən. Bilmədiyini iddia etmək isə cahillikdir. Elşad Miri, İslam Rəbbin adı ilə oxuyanlar, yəni Quranın batini mənalarını anlayanlar üçün və eyni zamanda saf qəlbli möminlər üçün müqəddəs dindir. Sənin anlamadan dediyin hər fikir mömin insanların qəlbinə toxunur. Müqəddəs saydığı dininə inamı azaldır. Bu isə böyük günahdır. Anlamadığın fikirləri söyləməklə möminlərimizin heysiyyatına toxunma. Dinimizi insanların gözündən salmağa çalışma. İslamın əsl mahiyyəti elmi billahdır ki, bu da müqəddəs pak dinimizin ölümsüzlük fəlsəfəsidir. Zahiri mənanın bütpərəstlik olması ilə bağlı çoxlu mövzular var ki, sən bunları deməklə populyarlığını saxlaya bilərsən. Qəbul olunmuş adət-ənənələrimizə dil uzatsan, qazandığın populyarlığı da tam itirəcəksən və sənə boşboğaz kimi baxacaqlar. Bunu sənə təmin etmək mənim üçün çətin deyil.